2 gün əvvəl Gəncə şəhərində Mahsara Bağı adlanan ərazidəki 9-cu binanın arxasında olan avtomobil təmiri sexində 16 yaşlı oğlanın meyti tapılıb. Dünyasını dəyişən Ümid Niftəliyev Gəncə şəhər Vəliyev adına 34 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdiymiş. Onun təmir sexində qardaşının yanında usta köməkçisi kimi işlədiyi və orada müəmmalı şəraitdə öldüyü bildirilir. Qeyd edim ki, ötən ay Gəncədə müəmmalı şəraitdə ölən 18 yaşlı Elgün İbrahimov da sözü gedən məktəbdə oxuyurdu. Bu hadisə ilə bağlı bir qədər təfərrüatlı danışmaq lazımdır. Çünki burada qaranlıq məqamlar var, ən azı şübhəli məqamlar deyək. Birincisi, Ümid Niftəliyev Elgün İbrahimovla eyni məktəbdə oxuyub ifadəsi yarımçıqdır. Onlar həm də yaxın dost olublar. İkincisi, hadisənin, prosesin özü ilə bağlıdır. Ümid Niftəliyev səhər tezdən qardaşının işlətdiyi avtomobil təmiri sexinə gəlib və oraları süpürməyə başlayıb. Yəni, təmizlik işləri aparıb. Bir qədər sonra isə onun meyti aşkarlanıb. Güya özünü asaraq intihar etmiş halda. Amma Ümid Niftəliyevin əlləri bağlı olmayıb. Onun özünü astığı deyilən qapı o qədər də hündür olmayıb ki, intihar etmiş gənc özünü xilas edə bilməsin. Güya gənc özünü qapının üstündən keçirdiyi kəndirlə asıb və ayaqlarını da qatlayıb ki, yerə dəyməsin və intihar baş versin. Bu, mümkündürmü? Qətiyyən mümkün deyil. İntihar edən şəxslər mütləq çabalayır və son anda özlərini xilas etmək üçün instinktlər işə düşür. Bu, adamın özündən asılı deyil ki, instinktdir, özünü qoruma mexanizmidir. Başqa cür mümkün deyil, olmur belə bir nəsnə. Ki adam ayaqlarının yerə çatdığı hündürlükdən özünü asaraq öldürmüş olsun. Ola bilməz. Bu cür intihar olayları, daha doğrusu intihar kimi yozulan hadisələr adətən həbsxanalarda baş verir. Adamı mələfə ilə nəfəslikdən yaxud çarpayıdan asırlar, amma boğub öldürdükdən sonra belə edirlər ki, intihar kimi qiymətləndirilsin. Məsələn, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsxanada öldürülən zabiti İlqar Əliyevi belə bitirmişdilər. İnsan xilas düsturu olan situasiyada intihar edə bilməz. Üstəlik bunu bir gənc yeniyetmə yaşında sayıla biləcək bir gənc heç edə bilməz. 1000də bir payla belə bir intihar olar. O da yalnız o hallarda ki, intihar edən şəxs həyatla bağlı möhkəm qənaətləri olan, bu həyatı bitirməmək üçün heç bir seçiminin olmadığını qəbul və dərk edən möhkəm iradəli şəxslər ola bilər. Bəli, burada dəmir iradə gərək ola bilər, başqa heç nə. Təkrar edirəm, bu da 1000də, 10.000də bir hal ola bilər. Bir qədər əvvələ dönürəm, intihar etmək məqsədi ilə təmir sexinə, iş yerinə gələn adam niyə həmin ərazinin təmizliyi ilə uğraşsın ki? Onu görürlər ki, intihardan əvvəl, dırnaqarası intihardan əvvəl orada hansısa təmizlik işləri aparır, belə adamlar var. Adam bu sexə intihar üçün gəlirsə, hamıdan tez gəlir. Öncədən intihar üçün tədarük etdiyi ləvazimatla həyatını bitirir. Məsələn, Azərbaycan Saatının keçmiş əməkdaşı, Krım Xəbər Agentliyinin Türkiyə üzrə bürosunun keçmiş rəhbəri Aydın Taşın intiharı. Əvvəlcədən kəndir alıb və kəndiri hardan aldığı da alış-veriş çekinin üstündə təsbit edilib, böyük bir vəsiyyət yazıb və özünü qapıdan filandan da yox, tavandan, ayaqlarının yerə çatmayacağı yüksəklikdən asaraq həyatına son qoyub. Allah ona rəhmət eləsin, çox istəkli dostumuz idi. Ümidin situasiyasında bütün bunların heç biri yoxdur. Nə bir əlcə kağız, nə başqa maddi dəlillər. İşə gəlib, həmişə gördüyü işlərlə məşğul olmağa başlayıb və bir də bəlli olub ki, o daha yoxdur, özünü güya asaraq öldürüb. Amma Gəncədə Ümidin və mərhum Elgünün yaşıdları, sinif yoldaşları bilirsinizmi nələr danışırlar? Danışırlar ki, Ümid Elgünün bildiyi hansısa sirləri bilirdi. Yer gəlmişkən, 2 həftə əvvəl iyun ayının 4-də Gəncədə Heydər Əliyev adına parkda 20 yaşlı daha bir gəncin də meyti tapılmışdı və kimsə də bilmədi ki, bu nə hadisədir və bu gənc niyə öldü? 20 yaşlı Abbasov soyadlı bu gəncin də meyti parkın ortasında tapılmışdı və ölkə mətbuatı bunun intihar ola biləcəyini yazdı. Amma orada parkın ortasında intihar hadisəsinə işarə edən, eyham edən heç bir arqument yox idi. Belə çıxırdı ki, adam məsələn intihar prosesini başa çatdırdıqdan sonra
bütün maddi sübutları ləğv edib, ərazidən daşıyıb, harasa tullayıb. Başqalarını bilmirəm, hər kəs bir cür mülahizə yürüdə bilər, amma mən bu üç hadisənin hamısının hansısa dəhşətli bir sirlə bir-birinə bağlı olduğunu iddia etməkdəyəm. Bu sirrin nə olduğunu isə belə görünür ki, biz bilməyəcəyik, istintaq da araşdırmayacaq, çünki onların hamısına intihar deyib keçirlər. Mən bu gəncləri öldürüb oralara atırlar deyənlərin fikrini bölüşürəm.